Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Dəyişən dünya düzəni haqqında müxtəlif analitik materiallar dərc olunur və həmçə dünyada yanaşmaların dəyişməsinin siyasi səbəblərini izah etməyə çalışırlar və onun doğurduğu nəticələri də siyasi rakursdan izah edilir. Amma axı dünyada dəyərlər sistemi dəyişirsə, siyasi baxış dəyişirsə, mütləq şəkildə qlobal mənəvi yanaşmalarda da biz dəyişikliklərin şahidi oluruq. Bugün bu məsələlər ətrafında müzakirə aparacağıq və studiyamızın qonağı daha əvvəl də bizimlə həm söhbət olan millət vəkili Ceyhun Məmmədovdur. Ceyhun müəllim, xoş gəldiniz. Xoş gördük. Ceyhun müəllim, qlobal dünya düzənində doğrudan hansısa dəyişikliklər baş verirmi? Siyasi baxımdan əlbəttə bu dəyişikliklər var və hər gün dünya mətbuatında bununla bağlı qalaq-qalaq yazılar gedir. Bu düşüncələrə necə təsir göstərir? Mən belə suala görə təşəkkür edirəm. Ümumiyyətlə, əslində mən bu barədə son vaxtlar çox düşünürəm. Baxın, əslində bugün dünyamız çox inkişaf edib. Yəni, bəşər övladı, bəşəriyyət tarixdə heç zaman olmadığı qədər bir inkişaf mərhələsinə gəlib çatıbdır. Və əslində gözlənilən o idi ki, bu inkişafın fonunda mənəvi bir kamilləşmə də olacaq. Mənəvi dəyərlərə önəm verilməsi də bir prioritet məsələ kimi özünü göstərəcək. Və belə bir nəzəriyyə var idi ki, dünya inkişaf edəcək, mədəniyyətlər inkişaf edəcək, artıq dinlərə ehtiyac olmayacaq, insanlar o qədər inkişaf edəcəklər. Bu, onların bütün fəaliyyətində özünü göstərəcək. Amma baxın, bugün əslində siyasi proseslərin arxa fonunda mənəvi düşüş durur, mənəvi çöküş durur. Əslində bugün bizim dünyamız ciddi bir mənəvi çöküşlə üz-üzədir. İndi siyasətdə dürüstlük, ədalət bunlar çox müzakirə olunur. Amma ümumilikdə isə zaman-zaman olubdur. Ancaq düşünürəm biz çox ağır bir mərhələdən keçirik. Və bu ağır mərhələ odur ki, nə ədalət var, nə haqq var. Sanki bütün bəşəriyyət, dünya dövlətləri vəhşiləşib, ancaq pul barədə düşünürlər, ancaq maddiyyat barədə düşünürlər və bu da bu dediyimiz proseslərə öz təsirini göstərir. Məsələn, bu qədər insan həyatını itirir, amma qlobal güclər maraqlıdır silahı satmaqda, müharibələrdə, qarşı durmalarda, hansısa ölkədə çoxlu sayda insanlar həyatını itirir, amma böyük dövlətlər həmin ölkədəki bahalı daşlar barədə düşünürlər və bahalı daşlar barədə danışırlar və burada, baxın, heç söhbət gedirmi ki, bu qədər insan biz itiririk, bu qədər insanın həyatı gedir, məhv olur. Bundan çox danışan yoxdur. Danışan odur ki, müharibə bitsin, münasibətlərimiz düzəlsin, iqtisadi müqavilələr imzalayın. Ona görə burada təbii ki, yəni bu biz dünya nizamının qurulmasını və s. məsələləri zaman-zaman qeyd edirik. Amma bu proses qeyd etdiyimiz bax o mənəvi deqradasiya, aşınma. Bu barədə çox danışa bilərik. Ailə dəyərləri gedir. Məsələn, indi baxarsınız, yəni mən məsələn nə üçün bax bu LGBT-ni bu qədər qlobal güclər təbliğ edir? Həmcins nikahlarında bunlar nə tapıblar ki, cizgi filmlərində, kinolarda, hər yerdə insanların həyatını itirməsi qalıb bir qırağa. Bunlar bu insanların hüquqlarını qorumaq üçün çalışırlar. Onlar haqqında universitetlər dəstəklərinə dərslər salırlar və s. Yəni, misal üçün, haradasa çoxlu sayda insan həyatını itirir. Biz başa düşürük, heyvanlar da canlıdır. Amma bəzən heyvanların qətlinə daha sərt reaksiyalar verilir, amma insan hüquqlarına o qədər də önəm vermir və sanki insan ən dəyərsiz bir varlığa çevrilir. Nə üçün? Müəllim, elə bu sualınızı özünüz nə cavab tapırsınız? Mən onu deyirəm, yəni mənəvi aşınma. Yəni, bilirsiniz, mən həmişə bunu qeyd edirəm. Baxın, dinlər bəşəriyyətə nə üçün gəlmişdir? Dinlərin əsas məqsədi, yəni cəmiyyətdə bir nizam və balans yaratmaqdır. Yəni, mənəvi məsələləri həm də insanlara çatdırmaqdır. İndi biz din dedikdə sırf ibadətlər ağla gəlir. Amma bütün bunların əsas hədəf və məqsədi
mənəvi dəyərlərin insanlara aşılanmasıdır. Amma bugünkü dövrdəki o artıq mənəviyyat arxa plana gedir və bu gün bizim də gördüyümüz odur. Baxın, mən bunu həmişə deyirəm. Biz bir-birimizə deyirik çox vaxt ki, dünya 5 günlükdür, kef elə. Görmürsünüz ki, kimsə desin ki, dünya 5 günlükdür, yaxşı iş gör, kitab oxu, kitab yaz. Bugün istehlakçı cəmiyyətlər formalaşdırılır və bu dünyada gedir. Həyatın sanki fəlsəfəsi yalnız yeməkdən, içməkdən, əylənməkdən, gəzməkdən ibarətdir. Və insanların çoxu da bu trendə qoşulub gedib. O ölkədən bu ölkəyə, o restorandan bu restorana, o kafedən bura. Amma mənəvi dəyərlər, mənəvi məsələlər, ailələr dağılır, ailə münasibətləri heç də yaxşı deyil və bunlar özünü təbii ki, siyasətdə də açıq-aydın göstərir. Yəni dəyərlər insanı nə edir? Yəni bir insanın daxilində vicdan olmalıdır, insaf olmalıdır. Başqasını özünün yerinə qoymağı bacarmalıdır. Əgər bu yoxdursa, bu özünü siyasətdə də göstərəcək, bu özünü rəftarda da göstərəcək, insanlarla münasibətlərdə də göstərəcək və bugün biz bunu açıq şəkildə müşahidə edirik. Bəs bu mənəvi aşınmanın Ceyhun müəllim, sizcə səbəbi ideolojidir? Məsələn, bəzən biz görürük ki, kapitalizmi günahlandıranlar var, digər bir tərəfdən kapitalizmi günahlandıran düşüncə adamlarını tənqid edirlər ki, onlar sol yönümlü olduqlarına görə məsələni mahiyyətdən yayındırırlar. Sizcə nə dayanır kökündə? Siz burada baxın, mən sizə bir məsələ deyim. Yəni biraz təbii ki, buna fərqli baxışlar ola bilər. Biz adətən Qərbi yaxşı bir nümunə kimi təqdim edirik. Qərb texnologiya baxımından, elm, təhsil baxımından bu tamam fərqli bir mərhələ keçiblər. Amma baxın, yəni Qərb dindən imtina etdi. Onlarda din biraz onlara mane olurdu o dövrdə. Amma bu nəyə apardı? Bu həm də ona apardı ki, mənəvi dəyərlər, mənəvi məsələlər tam arxa plana keçdi. Yəni misal üçün insanlar kilsələrə gedirdilər həftədə bir dəfə. Orada onlara hansısa dini söhbətlər edilirdi, fikirlər bildirilirdi, müəyyən dinlərin fəlsəfəsi haqqında məlumat verilirdi. Artıq insanlar həmin o mərhələdən və prosesdən tamamilə uzaqlaşdılar. İndi məsələn bizdə də bəzən görürsən kimsə gəlir, elə bir təklif verir ki, biz dindən imtina etsək hər şey yaxşı olacaq. Xeyr. Yəni din dedikdə, yəni söhbət mən yenə deyirəm, məscidə getməyə, namaz, oruç yalnız nəzərdə tutulmur. Yəni ədalətlisənmi, doğrusanmı, dürüstsənmi, yalan danışırsan, yalan danışmırsan, qarşıdakı insanı öz yerinə qoyursan, qoymursan. Yəni söhbət mənəvi dəyərlərdən gedir. Və cəmiyyətləri saxlayan dəyərlərdir. Yəni ən təhlükəli insanlar laqeyd, bivec, imansız, insafsız insanlardır. Yəni o özündən başqa heç kim fikirləşmir. Bütün dünyanı məhv etməyə hazırdır. Bir dənə özü üçün hər şey yaxşı olsun. Ona görə burada mənəvi dəyərlərin bütövlükdə arxaya keçməsi və mənəvi dəyərlər institutunun tamamilə zədələnməsi və bunun da müəyyən bir təzahürü bizdə də gedir. Bu məni çox narahat edir ki, bizim cəmiyyətdə də artıq bu mənəvi dəyərlərdən sürətli bir formada cəmiyyətin biz artıq uzaqlaşdığını müəyyən mənada görürük. İndi mən bu barədə çox danışıram. Bəzən fərqli baxışlar olur. Məsələn, baxarsınız indi uyğun olsa verərsiniz. Gəncə hadisələri nədir? Öldürürlər, gözünü çıxardılar, üzərindən avtomobil sürürlər. Bir qızla oğlan 16-15 yaşında evlənir. Gəlib toyda iştirak edirlər, yeyirlər, içirlər. Bir nəfər adam demir ki, bu nədir? Sonra da həmən qızı öldürüblər, çaya atırlar. Böyle cəmiyyətdə o dəyərlərin qorunması çox vacibdir. Yəni nə deməkdir? Mən qarşıdakı insanı öz yerimə qoyuram, ədalətli davranıram. Yəni özümə istəmədiyimi başqasına da istəmirəm. Amma indi çəki düzən tamamilə pozulduğuna görə o indi Allah insanlar nədənsə çəkinməlidir. Nəysə onları bir müəyyən davranışlardan saxlamalıdır. Artıq insanlar o dəyərləri tamamilə həyatlarından çıxartdıqları üçün, onlar üçün artıq heç bir müqəddəs varlıq olmadığına üçün onlar artıq tamamilə fərqli bir yolda və sürətli formada maddiləşmə prosesi gedir. Baxın, indi siz gənclərə sual versəniz, mütləq əksəriyyəti xoşbəxtliyi pulda görür.
Amma xoşbəxtlik puldadırmı? Xeyr. Amma bu gün bizə belə təbliğ olunur və hamı bəli pul lazımdır, pul insan üçün, amma bəzən insanın pulu ola bilər, amma ətrafında heç kim olmaya bilər, normal ailəsi olmaya bilər, normal münasibəti olmaya bilər. Ona görə də biz gənclərə də bunu o formada çatdırmalıyıq ki, əslində işte sizin tam düşündüyünüz kimi deyil. Yəni mən indi bəzən görürsəm fərqli fikirlər söylənilir. Ata-övlad münasibəti, bacı-qardaş münasibəti, qohumlar arası münasibətlər, bunlar çox önəmlidir. Yəni məsələn mən deyirəm, bu gün bizim ən böyük problemimiz ünsiyyət problemidir. Çünki hamımız telefonlara qapanmışıq, kompüterə qapanmışıq və tamam fərqli bir proses gedir. Ona görə mütləq şəkildə dəyərlər sisteminin qorunması. Baxın, hansı ölkələrdə, hansı cəmiyyətlərdə dəyərlər sistemi güclüdür, o ölkələr tamam fərqlidir. Ceyhun müəllim, bəs bu qlobal mənəvi aşınmanın konkret olaraq indiki yaratdığı fon bizə bir o apokaliptik bədbinlik deyirik. Siz də deyirsiniz ki, bu məni çox düşündürür və bütün dünyada var. Bu fonu yaradır. Bəs ümid varmı? Gözləntilər varmı? Çünki informasiya kommunikasiya texnologiyaları daha çox artır. Sizin dediyiniz ciddi güc mərkəzləri mənəvi dəyərsizlikləri təbliğ edir. Bununla bağlı indi mən ona ayrıca sual verəcəm deyən bu sualda toxunmuram. Hüseydin LGBT hərəkatlarına nə qədər maliyyə ayırmağı ilə bağlı bir məqam da var idi. Necə düşünürsünüz? Doğrudan vəziyyət çoxmu pisdir və dünyada bunu dəyişmək bugündən sonra pozitivə doğru dəyişmək çətin olacaq? Baxın, biraz fərqli müqayisə ola bilər. Mən həmişə deyirəm. Məsələn, bir ağacın normal böyüməsi üçün onun normal mühit olmalı. Yəni ətrafında torpağın önəmi var, havanın önəmi var, xəstəliyin önəmi var. Bu gün reallıq ondan ibarətdir ki, insanların düzgün tərbiyəsi üçün həmən mühit artıq yoxdur. Və bu gün artıq silahla müharibəyə ehtiyac yoxdur. Bu biraz bəzən deyəndə insanlar fikirləşir ki, yox necə? Bir insanın beynini dəyişəndən sonra, bir insanın mənəviyyatını öldürəndən sonra, onun vətənpərvərlik hissi öləndən sonra ona sən nə qədər texnikada və silah da ver, səni də çevirib vura bilər. Çünki artıq onun üçün daxildə bir o dəyər anlayışı yoxdur və qeyd etdiyim kimi bütün dünyanı da məhv edə bilər. Yəni bu əslində bəzən bu fikirlər səsləndiriləndə bir bədbinlik kimi də qəbul edilə bilər. Yəni mən düşünürəm ki, hazırda biz çox uçurumun bir kənarındayıq. Yəni ümumi götürəndə dünyamız bir uçurumun kənarındadır. Yəni bir anlıq fikirləşin ki, kimsə götürdü nüvə silahından istifadə etdi. Və buna hazırdılar. Çünki bu şantajlar səslənir. Yəni mümkündür də, yəni bu çünki o adamlar üçün artıq yəni deyirdi bizim ölkəmiz olmayandan sonra dünya olmasın. Bizim üçün yəni nə əsas olan budur. Və ona görə bu gün bu əslində bədbinlik deyil. Baxın, nə hansı faktorlar təsir edir? Sosial media ciddi təsir edir. Televiziyalar ciddi təsir edir. Küçə ciddi təsir edir. Məktəb təsir edir. Universitet təsir edir. Biz təbii ki, uzun müddət əsas işimiz müharibə oldu və bu gün də bu müharibədən doğan reallığı möhkəmləndirmək üçün addımlar atırıq. Amma bu gün mən hesab edirəm ki, bizim ölkəmizdə başqa dünya ölkələrində də bu var, amma bizim ölkəmizdə artıq sos həyəcan siqnalı çalmağın vaxtı çoxdan çatıb. Bəzən bunu demək istəmirlər, bəzən bunun üzərindən gedirlər. Amma mən düşünürəm ki, biz bu barədə ciddi düşünməliyik. Yəni ciddi bir mənəvi aşınma gedir, bir gərginlik var, bir depressiya var, bir tənəzzül var. İnsanların bir-birinə münasibəti tamamilə fərqlidir. Çox fərqli bir istiqamətdə proseslər gedir və bu dünyamızda da ciddi bir formada gedir və qlobal gedir. Bunu saxlamaq çətin olacaq, hələ ki görsənmir. Yəni bu bədbinlik deyil, bu bir reallıqdır. Bizim hələ ki şansımız var. Yəni biz birinci növbədə ideoloji işi gücləndirməliyik. Gənclər bir hissəsi mənəvi boşluq yaşayır. Bu ideoloji iş gücləndirilməlidir. Ailə institutunu maksimum dərəcədə qorumalıyıq və möhkəmləndirməliyik. Təhsilimizi gücləndirməliyik. Yəni bu gün bilirsiniz, məsələn, artıq ailə institutunda bizdə ciddi problemlər var. Ailə artıq bir sıra hallarda övladına normal tərbiyə verə bilmir. Çünki ailənin özünün tərbiyəsi yoxdur.
Maraqlı. Və getdikcə də tərbiyəsiz insanların sayı artdıqca, yəni mən əxlaqsız nəzərdə Yox, tuturam. əlbəttə. Yəni tərbiyəsiz insanların sayı artdıqca, tərbiyəsiz övladların da sayı artacaq. Və bu tendensiya özünü açıq-aydın göstərəcək və biz bunun növbəti illərdə fəsadlarını açıq görəcəyik. Ona görə biz televiziya siyasətinə yenidən baxmalıyıq ciddi bir formada. Biz təhsildə tərbiyə işinə çox ciddi önəm verməliyik. Şəxsiyyətin formalaşdırılması məsələsinə xüsusi bir önəm verməliyik. Bölgələrdəki siyasi, ictimai duruma, düşüncəyə ciddi bir önəm verməliyik. Çünki insanların beyinlərində çox ciddi bir proseslər gedir və məsələn, bugün bizim mövzumuz fərqlidir. Biz Laçın hava limanı tamam fərqli bir havadır. Ümumiyyətlə, biz xalq olaraq bu zəfəri, qələbəni dərk edə bilmişikmi? Ümumi anlamda. Ümumiyyətlə, bunun dərk edilməsi üçün atdığımız addımlar da yetərlidirmi? Bax, bu barədə biz çox ciddi şəkildə düşünməli və addımlar atmalıyıq. Və Ceyhun müəllim, Donald Trumpın aldığı bir sıra qərarlar siyasi baxımdan yazılır da. Yəni onun uzun illərdir bizim dediyimiz o qərbdən gələn dəyərləri hədəfə alan ritorikanı dəyişməyə çalışır. O qeyri-ənənəvi düşüncə sistemlərinə maliyyə yardımı edən USAID-ni qapatdı və Amerikanın yeni prezidenti özü Amerikanın səbəb olduğu məsələləri təftiş etməyə başladı. Bunu hamı siyasi mənada gözləyir, amma bunun da altda bir mənəvi qatı var. O sizin dediyiniz məqam var ki, ola bilərmi ki, indi Amerikanın indiki siyasi elitası da başa düşür ki, qlobal mənada mənəvi çöküşə səbəb olublar və buna dur deməyin vaxtıdır. Əslində mən tam elə düşünmürəm. Ehtimal edirəm ki, sizin səsləndirdiyiniz variantlardan biri var. Amma mən sizə bir məsələni deyim. Yəni ümumiyyətlə Trumpın bu addımları, yəni son USAID-lə bağlı olsun, bu ailə dəyərləri ilə bağlı, bilirsiniz ki, onun bəzi açıqlamaları var ki, bugün dünyada çox diqqətlə izlənilir. Burada məsələ ondadır ki, bəli, Amerika bu addımları atır. Bunun arxasında ola bilsin ki, Amerikanın daxilindəki dərin dövlət bununla bağlı hansısa bir məsələlər düşünür və planlayır. Amma burada bir məsələ var. Mən istəyirəm onun üzərində durum, biraz mövzumuzdan kənarda. Baxın, ümumiyyətlə bugün dünyamızda nə baş verir? Baxın, dünyaya illər öncə kimlər rəhbərlik edirdi və kimlər rəhbərlik edir? Fransaya kimlər rəhbərlik edir və bugün kim rəhbərlik edir? Macron, hansı ki bu son həyat yoldaşı ilə bağlı. Və bilirsiniz, ümumiyyətlə mən həmişə deyirəm, dövlətçilik təfəkkürü anlayışı başqadır və bu dövlətçilik təfəkkürü də dövlət aparatında formalaşır və bir ənənə kimi formalaşır. Biznes adamları əksər hallarda dövlət rəhbərliyinə gələndə onlar dövlət idarəçiliyinə şirkət kimi baxırlar. Biz bugün bunun müəyyən mənada təzahürünü Amerika Birləşmiş Ştatlarında görürük. Yəni artıq məsələn biraz da prosesə dərin baxanda, əslində istər USAID olsun, Azadlıq Radio olsun və digər olsun, bunlar Amerikanın bütün dünyada bir güc kimi formalaşmasına, təsirinin daha da güclənməsinə yönəlmiş müəyyən bir addımlar mahiyyəti və xarakteri daşıyır. Hesab edirəm ki, burada Trumpın bu addımları fərqli də ola bilər. Daha çox ona qarşı bu təşkilatlar tərəfindən vaxtı ilə sərgilənən mövqedir. İkinci bir məsələ isə onlara dövlət büdcəsindən milyardlarla pul gedirdi. O vəsaitlərin qarşısının alınmasına yönəlmiş bir addımlar. Və bir də siz deyən bir məsələ ola bilər, amma mən düşünürəm ki, bu elə deyil. Yəni bunu biz nə vaxt görəcəyik? Bir müddətdən sonra tutaq ki, Trump hakimiyyətdən getdikdən sonra yeni bir prezident gələrsə, başqa bir prezident gələrsə, o həmin siyasəti davam etdirəcək, etdirməyəcək. Biz o zaman onu daha aydın şəkildə görəcəyik. Ceyhun müəllim, istəyirəm sonda çox qısaca toxunasınız 2-3 cümlə ilə qlobal dəyərlərin aşınmasının səbəb ola biləcəyi ən böyük fəlakətlər nə ola bilər? Ən böyük fəlakətlər odur ki, dünyamızda getdikcə müharibələr daha da artacaq. Yoxsulluq daha da artacaq, ədalətsizlik daha da artacaq və gəlirlərin ədalətsiz böyüməsi
özünü daha açıq şəkildə göstərəcək. Yəni bu mənəvi çöküş onu özünü real səhnədə mütləq göstərəcək. Təşəkkür edirəm Ceyhun müəllim, çox sağ olun. Sağ olun. Xatırladım ki, arxa planda mənim qonağım millət vəkili Ceyhun Məmmədov idi. Biz qlobal mənəvi deqradasiya və onun ünsürlərindən danışdıq. Hər bir halda mənəviyyat həm insanlığı, həm də bəşəriyyəti xilas edən ən önəmli dəyərlərdən biridir. Ona görə də qlobal mənəviyyatın aşınmaması üçün bütün dünya dövlətləri, bütün siyasi qərar vermə qabiliyyəti olan siyasətçilər, dövlətlər, hakimiyyət institutları hesab edirəm ki, bu məsələdə daha ciddi addımlar atmalıdır. Hər bir halda Qərb tərəfindən mənəvi imperializm siyasəti uzun illərdir davam etdirilir və ümid edək ki, gələcəkdə bu prosesdə bir dəyişiklik olacaq. Sağ olun, salamat qalın.